cəmiyyəti çox düşündürən bir problemin köməkliyi ilə bağlı görüşünüzə gəlmişik. Özümü təqdim edirəm. Mənim adım xanım Şəhədə Məhmədzadədir. Hazırda sizinlə birlikdə biz bloqamızdan göründük ki, nikahın pozulması səbəblərini bu təhlili adlı layihə ilə gəlmişik. Donorumuz Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyidir. Belə bir fikir yarana bilər ki, hansı səbəbdən bir statistikası sübut edir ki, ölkəmizdə nikahların pozulmasına bağlı böyük problemlər baş verməkdədir və kütləvi informasiya vasitələrindən də bizim həyata qarşılaşdığımız cəmiyyətin üzvlərinin dediklərindən də aydın görünür ki, bəli, bu artan bir xəstə inkişaf edir. Belə bir deyim var, dağılan tifaq. Həqiqətən ailələrlə dağılan bir tifaqa bənzə edə bilərik. Heç kimə sir deyil ki, dövlətin əsas dayağıdır ailə. Əgər ailədə problem varsa, əlbəttə ki, cəmiyyətə təsir edir, cəmiyyətə müəyyən problemlər yaradır. Eyni zamanda hörmətli iştirakçılarımız möhkəm ailə olarsa, həqiqətən möhkəm təsir olar. Möhkəm ailədə əlbəttə ki, qarşılıqlı münasibətlər anlamlı şəkildə olarsa, belə ailələrdə əlbəttə ki, nikahın pozulması halları demək olar ki, sıfırlanır. Çox məmnunam sizi burada görməkdən. Üçün sözü bu barədə danışmaq üçün bizim təşkilatımız Müalicə Cəmiyyət və Qadın Yoxları İctimai Birliyidir. Bununla bağlı təşkilatımız sədri Ayaz Əhmədzadəyə söz verirəm. Buyurun. Vaxtınız verir. Mən Ayaz Əhmədzadəyə hamısı görməyə qazanmışlar. Mərkəzimizin rəhbəri etdiyimiz təşkilat son 20 ildə maarifləndirici qrup müdafiəsi sayəsində çox sayıda tədbirlər keçirir. Layihənin pozulması birinci tərəflidir. Və donorumuzda Azərbaycan Respublikası qeyri-hökumət təşkilatının dövlət dəstəyi agentliyidir. Bu tür problemlərdən nəzərə alaraq layihə çərçivəsində möhkəm ailə, möhkəm təhsil təməlidir və eyni zamanda pozulmuş icraatlar və qanunvericilik mövzularında ictimai müzakirələr aparmaq istəyirik. Onların hüquqi yardıma ehtiyacı olanlara dəstək olmaq. Yəni bu problemlərlə bağlı sizin də fikirlərinizi, təkliflərinizi almaq istəyirdik. Hər birinizə onlarla arzulayıram. Dəyərli hörmətli iştirakçılarımız, mən çıxış üçün sözü psixolog Sədiq xanıma verirəm. Tanınmış, çox hörmət etdiyimiz, özünün çıxışları ilə, göstərdiyi psixoloji yardımlarla deyərdim ki, böyük səviyyədə tanınmış bir psixologumuzdur. Çox böyük hörmət və ehtiramı bildirirəm və sözü Sədiq xanıma verirəm. Təşəkkür edirəm Sədiq. Təşəkkür edirəm. Gəldiyinizə görə təşəkkür edirəm. Valideynlərin müalicəsinizə görə təşəkkür edirəm. O bizim əlbəttə ki, görüşümüz deyildir. Mütəmadi olaraq bizim məktəbdə bu klinik tədbirlər, müalicənizdəki tədbirlər həyata keçirirsiniz. Bizim qadınların, uşaqların psixoloji inkişafı üçün, həm seçimimiz olduğu yönləndirməsi üçün istiqamət verirsiniz, maarifləndirirsiniz. Sizin nikahın altında yatan psixoloji səbəblər kimi mövzular diskussiya obyektimiz olar. Yenidən məsələ təşəkkür edirəm. Yenidən xanım müəlliməyə söz verirəm. Xanım müəllimə, yəni bu mövzuda, bu kimi mövzularda hər zaman öz fikirlərini çox doğru formada, hər kəsin anlayacağı formada ifadə edə biləcək bir xanımdır. Bu qədər təşəkkür etmək istəyirəm. Dövlət deməkdir, yəni ailə ifadə edildiyi kimi dövlətin əsas dayağıdır. Mənim əzizlərim, mediasiya haqqında qanunda qeyd olunur ki, boşanma iddiasında olan insanlar dəvət olunurlar, mediasiya komissiyası onları dinləyir və mediator onları dinləyir. Onların problemlərini çözür. Onların narahat edən ətrafında daha çox danışmaq istəyirəm. Çünki mən uzun uzadıqca qüvvədə olan qanunverici aktlardan, Azərbaycan Respublikasının qanunları haqqında geniş məlumat verib, bu barədə daha doğrusu çox informasiya verib. Əsas bəli, bəli. Yəni, daha çox savaş tərəfdir. Bəli, bəli. Daha çox problemin nədən qaynaqlandığını, bunun aradan qaldırması üçün hansı təşəbbüslər ola bilər, sizin fikirləriniz necədir, bu problemin hüquq müstəvisinin tənzimlənməsi necə həyata keçirilə bilər, biz bu barədə danışaq. Eyni zamanda da hörmətli iştirakçılar, əgər nikahın pozulmasından bağlı əlbəttə ki, heç arzulanan deyil.
veya kiminse hüququ maddələnməyə, hüquqi yardıma ehtiyacı varsa, mütləq şəkildə tədbirin sonunda gözləyəcək bir-birimizi yanışacaqsınız, sizə hüquqi yardım göstəriləcək. Hətta iqrar edəsi yazmaq lazımsa, iqrar edəsi yazılacaq, digər müraciət etmək lazımsa, sizə yardım göstərəcək. Mənim əzizlərim, bayaq ki, əsas bizim mövzularımızdan biri də möhkəm ailə, möhkəm təhsil təməlidir və eyni zamanda nikahın pozulması da qanunvericilik. Bu məsələləri biz çözəcəyik. Nikah pozulur. Arzulanan bir hal deyil. Amma nikahdan sonra baş verən problemlər də ailələrin qarşılıqlı münasibətlərinin daha da kəskinləşməsinə səbəb olur. Bu səbəb nədən ibarətdir? Səbəblərdən biri ondan ibarətdir ki, nikahdan sonra, məsələn, düşünürük, ən birinci uşağı düşünək. Uşaq valideynlərdən birindən bir altından ayrı qalmalı olur. Əgər ayrı üzrləri, yəni atan ayrılırsa, uşaq müəyyən seçimlər qarşısına qalırsa, iki valideyndən birini seçir. Nikahda pozulduqdan sonra bəzən valideynlər ayrı qururlar. Pis baxmıram buna. Amma uşağın taleyi necə olur? Uşaq çox zaman, bəzi hallarda uşaq evlərinə verilir, bəzi hallarda nənə və babanın himayəsinə verilir. Digər hallarda isə bayaq qeyd etdiyim kimi valideynlərdən birini seçirsə, onlarla qalmalı olur. Nikahdan sonra valideynlərdən birini seçmiş uşağın digər valideynlə görüşməsində problem yaranır. Buna çox zaman uşaq anaya verilir əlbəttə ki, qanunvericilikdə nəzərdə tutan bəzi maddələr var ki, bəzi nüanslar var ki, həmin hadisələr baş verdikdə, həmin problemlər olan anaya uşaqlar verilir. Bu zaman ana eyni zamanda nikah pozulduqdan sonra alimentlə bağlı problemlər yaşayır. Ana bəzən evsiz, işsiz qalır. Eyni zamanda bu nikahın pozulmasına maraqlı olan insanlara da gəlin bir baxaq. Axı, nə üçün ümumiyyətlə nikah pozulur? Bunun səbəbi nədir? Axı, bu başsız qalan ailə deməkdir, nəzarətdən kənar qalan övlad deməkdir, yaralı, yarımçıq böyüyən uşaq deməkdir. Amma mən hesab edirəm, bilmirəm, bu mənim subyektiv fikrimdir. Əgər bir ailə, necə deyirlər, tatami üzərinə çıxıb əlbəyaxa döyüşürsə, hər gün işgəncə, hər gün zorakılıq, hər gün təhqir, hər gün əlbəyaxa döyüş varsa, Allah mən düşünürəm ki, sirli şəkildə ayrılmaq bundan daha yaxşıdır. Hamısı qızlar və xanımlar da biz deyirik, biz dözməyə üstünlük veririk, eybi yoxdur bizə və eybi yoxdur, biraz da səbr edək, yəqin ki, bunu da biz çözülmək məqamı gəlib çatar. Amma bəzən qeyd etdiyim kimi, nikahdan sonra hətta uzun sürən məhkəmələr davam etdiyi sürədə belə güclü tərəf deyək də, burada biz güclü tərəf olaraq insanın şəxsiyyətini deyil, məsələn, tutaq ki, biz kişi tərəfi güclü hesab etdik, o yenə də zorakılıq edir, izləyir, nikahdan sonra hətta izləyir, nikah pozulduqdan, boşanmadan sonra qaynı tərəfindən qətlə yetirilən xanımlarımız var. Axı, bu qədər insana zorakılıq, bu qədər təzyiq və təhsillərin adı var. Sivri şəkildə insanlar ailə dəyərlərinə, artıq ailə birliklərinə, ailə zəncirinə son veriblərsə, hesab etmək lazımdır və bu da bizim məqsədimiz oldu. Bu cəmiyyətdə də bir maarifləndirici tədbir kimi sivri şəkildə ayrılan insanlar həyatlarını mədəni şəkildə, necə bir-birinin zorakılıq göstərmədən, işgəncə verilmədən davam etməsinlər. Burada ziyan çəkən, ən birinci növbədə uşaqlar olurlar. Uşaq bu qan qaraçılığını, bu məhkəmə çəkişməsini, bir-bir tərəfini töhmətləndirən insanların arasında inanın ki, travmayla böyüyür. Belə uşaqlar özləri hətta böyüyüb ailə qurulursa, onların öz həyatlarında da arzu olunmayan bir hadisələr baş verir. Belə uşaqlarda zorakılıq, işgəncə, bu cür negativ hallar, zərərlərliklərə qoşulma kimi negativ hallar daha çox təsərrüf olur. Bu baxımdan biz ailənin möhkəm olması, ailə bağlarının daha möhkəm, daha bir imkanlarını çoxaltmağı düşünürük.
Bəzi hallarda, məsələn, məhkəmələrin çoxunda deyilir, Respublika Fiskaliyyası deyilən bir fiskaliya olur ki, bu da hansı nüansdan irəli gəlir. Yəni, siz özünüz də cəmiyyətin fəal üzvləri olaraq eşitmişsiniz ki, hətta nikahları pozulmuş ailələr var ki, müəyyən müddətdən sonra yenidən nikaha gelirlər. Yəni, belə hallar da var. Yəni, yəqin ki, onlar münasibətlərdə ayrılmağa belə də çox ehtiyac olmadığını nəzərə alaraq yenidən ailə birləşmələrini davam etdirmək qərarına gəlirlər. Çox maraqlı olardı. Bizim nikahı pozulmuş ailələr hansı səbəbdən ayrılır və bu səbəbləri aradan qaldırmaq üçün bizim hansı təşəbbüslərimiz ola bilər, hansı təkliflər edə bilərsiniz, sizin hansı problemləriniz var, ailədə münaqişələrlə Bizdə olduğu kimi, bütün sektorlarda olduğu kimi, bu ailə ailəvi yüklüyürük, yoxsa edirəm, bəzi ailələrin yerini özünü də qoyuram. Əgər bir uşaq yaxşı oturub oxumur və yaxud da ki, zərəri vərdişli qurbanına çevrilirsə, nəvşə sonrasılığına məruz qalırsa, kökündə ailəni günahlandırır. Yəni, niyə də bu ailə ilə bizlərik? Yəni, bu ailə özümüzdə yaşayırıq. Maddi, mənəvi qayğılardır ki, insan sağlıqlı olaraq izləndik və hər hansı bir, belə deyim də, situasiya tam gətirmək üçün bir açıq halına gelirik. Ani qızıllıqlara və yaxud da ki, cinayətlərə və digər zərərli bizim həyatımız üçün, belə deyim də, zərəri olan hadisələrə məruz qalırıq. Ona görə valideynlərin fikri doğrudan bizlər üçün şeylər maraqlı olar, hamısının həyatında vardır. Yəni, bizim də məktəbdə qazanan uşaqlar daha çoxdur, kontingent olaraq. Bizdən də paylaşa bilərsiniz. Ya ətrafınızdakı insanlardan kiminsə dəstəyə ihtiyacı varsa, ya hər hansı bir xüsusi tərəfin, yəni, belə deyim, xanım müəllimə, sağlıq tərəfimə, sinəmiz xanım, yardımcı ola bilərik sizə. Çəkinmədən xüsusiyə qoşulmamızı qoşulmağa mövcuddur. Çox təşəkkür edirəm. Əziz iştirakçılarımız, Dövşan öz milli istəyən insanlar, ailələr arasında boşanma halları çox az olurdu. Bəlkə də ondan daha çox duman olurdu, bəlkə də daha çox özümü səbrə yönlənirdilər. Amma hazırki dövrdə isə ən ucqar kəndlərdə belə boşanmanla bağlı görüşsüz problemlər yaşayan ailələrimiz var. Yenə deyirəm, istər Dövşan olsun. Yəni, indi boşanmanla bağlı problem yaşayan ailələr hər yanda var. Ona görə sizin də fikirlərinizi almaq məncə maraqlı olardı. Qarşılaşdığınız problemlərlə bağlı çox problemlərlə qaldı. Mən anımla boşanım, amma mən anımla qaldım. Çox rica edirəm, təkdən. Xahiş edən dinləyək də. Anamla boşanıb, mən anamla qalacağım. Mən düşünürəm ki, anamla qalmaq mənim üçün çox yaxşıdır. Çünki anam mənə çox yaxşıdır. Heç bir mənim yaxınlarım olmayacaq. Mən düşünürəm ki, atamla qalıb mənim üçün onlar boşanmasaydılar, mənim tərbiyəmdən. Yəni, demək istədim ki, yaxşı ki, var. Sevimli qızım, mənim gözəl ayağına. Neynəmək olar? Yəqin ki, hər şeyin daha gözəl olması inşallah qarşıdadır. Önemlisi odur ki, siz doğma bir adamın, sizi candan artıq sevən bir adamın yanındasınız. O sizi öz istiliğinə, qayğısına, sevgisinə nəhət edir. Bu elə ürəyin qısa görməsidir. Sevgisiz yerdə olmasından sonra sizi bu qədər, yəni münaqişənin olması, söz-söhbətin olması, sizin təsirinizə təbii ki, təsir göstərir. Biləm qızım, hər gün dərsdən gəlib, qan qarışıq, deyilmək, nalayıq hərəkətlər, planlar, sizin görmək istəmədiyiniz bir böyüdə yaşamaqdansa, sizin ananıza təşəkkür edirəm, sizə bu qədər sevgi verir, sizi bu qədər tərbiyəli, belə gözəl böyüdür. Bəs görüşü arzularınız qalmaq, neyinmək? Kim olmaq istəyirsiniz? İnşallah, inşallah. Bu ayağın qızı həyatından görürəm ki, məmnundur. Anasına təşəkkür edirəm. Çünki çətindir. İki zəmanədə həqiqətən uşağı ürəyi istəyən sevgini vermək, ürəyi istəyən kimi. Amma siz biri ki, mənim hörmətli, məktəbli, burada yukarısını şahidlər iştirak edir. Deyincə, yəni çox atamız ümumiyyətlə bilmirəm, hansı tərəfdə qalmanın nasıl olur. Dəyərli valideyn üçün çox çətindir həyatda yaşamaq.
Yəni ki, qadın hər tərəfdən hazır etmək imkan, ürək istəyir, amma imkan çatmır. Həmçə onu gələ biz nəzərə alalım. Çox teşekkürlər. Başqa kimsə qarşılaşır problemlə, başqa kimsə bununla bağlı istəyiniz olsa. İndi biz fikir verək, uşaqların, tərə çəkmiş uşaqların gələcək həyatlarından bağlı. Nikah pozulduqdan sonra hörmətli iştirakçılarımız hər bir tərəf böyük problemlərlə qarşılaşmalı olur. Bayaq qeyd etdiyim kimi, məsələn, ana ayrılır. İndi qüvvədə olan qanunvericiliyə əsasən nikaha qədər daşınmaz əmlak, hansı iş dövründə əldə olunmuş əmlak isə bərabər şəkildə nikahları pozulmuş şəxslər arasında bölünür. Bu da inanın ki, uzun çəkən bir məhkəmə çəkişməsidir. Bu müddət ərzində, tutaq ki, ana evdən çıxıbsa, uşaq çox yəni uşaqla qalmış ana çox çətinliklərlə üzləşməlidir. Xüsusilə əgər qadın işləmirsə, artıq onun çox çətinlik bir vəziyyətinə düşür. Digər problem yaxın pozulması hallarında təsərrüf olunan ayrıca verilməsindən bağlıdır. İnanın ki, bununla bağlı o qədər təkliklər var ki, eyni zamanda Milli Məclisdə də, cəmiyyətin özündə də, dövlət qurumlarında da bu məsələ, ailə qadın uşaq problemləri üçün dövlət təhlükəsinin məsələ çözülür, müzakirə olunur, bir də aliment verilmirsə, ana da işlərsə, bəs bu uşaq nəylə yaşamalıdır, ailənin sürüləridir. Ona görə də bu təkliflər var ki, şunun aliment fondu yaradılsın. Aliment fondu nikahdan sonra köməksiz qalmış uşağa son hadisəsilə müəyyən məbləğ ödənilsin. Çünki qarşı tərəf çox zaman başqa bir ülkəyə gedir, aliment ödəməkdən gizlənir, ödəmək istəmir, bu da ki, ciddi problem yaradır. Çünki uşağın gündəlik tələbatı var. Hətta mən hesab edirəm və düşünürəm ki, o məbləğ də çox azdır. Bir uşaq üçün həmin o qeyd olunan məbləğ onun maddi tələbatlarını heç qəti ödəmir. Xüsusilə əgər ana evdən də məhrum olursa, çünki bayaq qeyd etdiyim kimi, əgər o qaynata qaynana evinə gəlibsə, artıq onun orada mülkiyyətçi kimi hüququ tanınmır. Yəni, o çox böyük problem yaradır. Bu, bayaq qeyd etdiyim gibi, əlbəttə uşağın ən çox təhsilindən pis təsir edən amillərdən biridir. Uşaq dərsdən yayılır, uşaq ana işləməyə başlayırsa ki, ata yox ailədə, nikah pozulubdur. Uşaq müəyyən iş saatlarının ana evdə deyilsə, uşağın öz iş dünyasında da bir qırıqlıq varsa, həyatda küskünlük varsa, ona biləcək bir mühitə düşə bilər. Eyni zamanda başsız qalan bir uşaq kimi müəyyən xoşa gəlməz bir situatsiyalara düşüb, hətta cinayət törənə bilər. Bu maddi çətinliklər xüsusilə uşaqların çox ağırlığı tərəfidir. Bir dənə məsələn, qeyd edilməyən mənizlər çox ric edirəm, sizin çaylarınız soyur, həm çaylarınızda şirniyyata qonan olur, mütləq şəkildə həm bir-birimizi dinləyək, həm də kəlbəttə bu çaylarınızı soyulmuyor. Həm şirniyyat, yəni həm iyi, həm bulanaqlar, həm də ki, suallarınızı verin. Amma ki, her şeyde birbirimizi dinleyip aynı zamanda da yani buyurun. Hem çaylarımız için hem de ki sorularımız varsa buyurun verelim. Buyurun. Sorunuz varsa, sizin sorunuz var. Sağlık var. Sağlık var çok buyurun. Qeyd etmək istəyirəm ki, bayaqdan bir nikahın pozulması səbəblər sizə görək. Səbəblər sizə elə gəlmir ki, nikahdan qabaq insanların, elə də evlənmək istəyən olan insanlar bir-birini qədərincə tanınmaması, bir-birini qədərincə öyrənməməsi, ailə qurmağa hazır olmaması deyil. Bəlkə siz də başqa səbəblər verirsiniz. Başqa nə səbəblər? Buyurun.
Həmişə deyirəm ki, yox, belə daha xoşbəxtdirəm. Uşaqlara tövsiyəm nədir? Onlar sizin atanız, onlar sizin valideyninizdir. Atanız və ananızdır. Heç vaxt bu münasibətlərə mən şuraya uşaqları qatmaq, alət etmək olmaz. Təbii ki, bəzən analar bunu edirik. Gizlətsək də, Amma seçimdir. Bilirsiniz, yəni atam bunları etdi. Mən çox görüşürəm. bir yerə qədər gizlədə bilir valideynlər ata ilə ananın arasında. Düşünürəm, bariyeri keçmək lazım deyildir. Tərbiyədə də, sevgidə də, davada da. Yəni, çox zəngin, çox mükəmməl ailə həyatı olan bir insanların ola bilir ki, uğursuz bir həyatı olur. Mənim çox tanıdığım xanım mənimlə bir nəfər var, sözünü deyirdi Azərbaycan kanallarının birində. Yoldaşı dedi, sən bilirsən kimdir? Çox tanınmış bir efendimiz. Və sonra da mən bu uşaqla tanış oldum, bu qızla. Qız da Ad Universitetinə girmişdi. Maddi olaraq da, mənəvi olaraq da, necə ki, biz dırnaq arasında nəsil kök olaraq da çox sanmalı bir ailənin nəvəsi idi. Amma o qızın həyatı başqa bir şey oldu. Yəni, yeni bir orientasiya yaşadı və mən bunu eşitdikdə çox şok oldum ki, necə belə bir şey ola bilər ki, bu qədər dəyərli, ailə dəyərləri yüksək olan bir uşaq psixologiyada olundur. Ona görə də həssas, belə deyimlər, bu həssas mövzu olduğuna görə başa düşürəm və tapına bilərsinizlərə, tapılmadı. Şəxsiyyətlə bağlı. Haklısınız. Sözümün de müəyyən nəsi var. Bayaq qeyd edirsiniz. Gündə satan mövzularda əzbərli döyüş, hər gün qadın təhqir olunub, əzləcəksə, xeyri o dözməlidir. Bəs onda mənliyim olur. Dünyaya bir dəfə gəlir insan. Yəni, dözüm deyəndə daha qəbul edinə qədər dözməsi deyil ki, yox, mən də qadınların çox sivil şəkildə boşanmaq lazımdır. Elə ailələrin bir yerdə olmasındansa ayrı yaşamaq. Mənim özlərim, mən bir situasiya nəzərdə çatdım. Uşaq evlərində atasız, anasız, o qədər məşğul insanlar var. Səviyyə xanım qeyd etdi. Səhiyyə bir valideynlə böyüyən, o qədər məşhur, o qədər xoşbəxt, o qədər həyatından məmnun insanlar var. Bu bir alın yazısıdır. Amma o qədər hamının ailəsi möhkəm olsun. Mən bir vətəndaş kimi, sonra da bir ana kimi, bir qadın kimi deyirəm. Ailələr möhkəm olsun. Amma əgər artıq belədirsə, nə gözəl. Ondan sonra elə ailələr var ki, analar ailədə böyüyüb, o qədər Daha çoxdur. Ev qılavına görə. Ana satası, ya oğlan ana satası, bir de ekmek yaxşı. Bir de burada kızlarımız var. Mesela bəzi analar da deyir ki, bu yaxşıdır, get bundan evlənməlisən. Yəni elə bir şey yoxdur. Məcburi olmasın. Bu sənin həyatında. Sən o anası gedib onunla yaşamayacaq. Onunla sən yaşayarsan, onunla sən ünsiyyət qurmalısan, sən tanımalısan bunu. Yəni haqqınızı tələb edin qızlara. Yəni biz də elə bir şey də yoxdur. Yəni o elə bir şey yoxdur. Çox şey kimi oxumaq salamlıq olur. Onun hamısı Çox önəmlidir. O özünə hörmətlə bağlıdır. Məsələn, neydi və məişət zorakılıq olur. Özünə hörmət edən qadın əlbəttə bu şiddətə dözməyəcəkdir. Öz hüquqları biləcəkdir. Ben sizin sözünüzə görə Azərbaycanda Azərbaycan qadının ayaq durmamağının maddi sıxıntılardır. Bəlkə də çox insan boşanmaq istəyir və savad cəhətdən deməkdir, daha çox maddi cəhətdən düşünür ki, təmin edə bilməyəcəm, ayrıla bilməyəcəm. Bir çox ailələrdə belə təkələr, təmin edəməyəcəm, ayrıla bilməyəcəm. Amma onun səbəbinə dözür və bu hal çox nəsə demək olar ki, Azərbaycanda daha çoxdur. Çünki ona görə də həmişə deyirik ki, məsələn, məktəbdə də təşkil olan hər bir yerdə deyirik ki, ilk öncə nə etməliyik ki, qızlarımıza deyirik ki, öz təhsilinizi, öz maddi təminatınızı təmin edin, daha sonra ailə həyatı qurun. Çünki siz ailə həyatı qurursunuz, məsələn, gəlir ki, bir çox vaxt, mən həmişə deyirəm ki, onlar həyat sözlərini idarə etməyə bacarıb, sonra ailə həyatı qursunlar. Çünki həyat da həm öz seçimimiz, həm valideynlərimizin seçimi mükəmməl olmaya bilər və yaxud bizim özümüz də mükəmməl deyilik. Hər iki tərəfdə anlaşıla bilməz. Ona görə də yəni ki, güclü olmaq üçün ilk növbədə özümüzün maddi təmin etməliyik mütləq. Çox haklısınız. Bəzən ehtiyac doğum qılıncı kimi insanın başının üstündə dayananda nələrə demək. Buyurun. Kanun qrupuları sərgiləsə, o psikolojik də təsir edir. Əgər bu ailəyə təmin edirsə, doğrudan da şəxsi münasibətlər qaydasını işləməyə bilər. Mən keçən gün evdə xanım olaraq. Evli xanım olaraq oturan evində yəni qazanıb gətirər. Amma bu istisna və bu xanım dediyi nədir? Bu zaman deyim, məsələn, əgər bu şiddətə məruz qalır, belə deyim, psixoloji da, yəni bütün və hər cəhətdə, həm psixi, həm psixoloji, həm yəni bütün cəhətdən zorakılığa məruz qalır,
çox var belə. Mən rayonda sallanan qardaşımın üstünə yük olmayım, işim yoxdur, nə işləyə bilərəm? Siz bilirsiniz, mən həyatımda heç kəs qınamıram. Bəzən gündüz həyat tərzini seçən insanların da həyatı məhz o oxumamaqdan irəli gəlibdir. Ayaq üstə durmaq, uşaqlığı keçirmək, belə güclü olmaq, zəif insanların daha doğrusu. Çünki zəhmətinlə, belə deyim, pul qazanmaq istəyən, maddi tələbat ödəmək istəyən qadınlarımız çoxdur ki, onlar öz alın tərzini. Sonra niyə girdi? Bize dedi ki, kız uşağıdır, geçsin okusun falan. Bu deyir ki, mənim qızım deyir, mən onu bu qədər oxutsum, illik bu qədər pul verdim, hazırlığa qoydum. O gedib oxuduğu universitet deyir, 150 bal, 200 bal aralığında təhsil alan uşaqların kontingentidir. Orada bir sabahlı bir ziyalı oğlanlar olmaya bilər. Axı deyir, bir qız ata düşünür, bunu ata deyir. Mən əslində çox hoş gəldim, bilmirəm sizə necə. Deyir ki, yəni mənim qızım orada hansı oğlanla tanış ola bilər? Qız uşağının deyir, həyatı harda, belə deyim, rastlaşır, necə durulur? Və deyir, mən istəyərdim ki, biri var ki, Ağdada oxusun, Bakı dövlətdə oxusun. Mən həmişə qızlara da deyirəm, yaxşı fakültələrdə, yaxşı yerlərdə oxusun və o tip, o xarakterdə, o düşüncədə olanlarla rastlaşsın. Bir də var ki, yenə deyim, avara universitetə güclə gedən, 100 bal, 80 bal toplayan və çox gözəl, çox ağıllı bir qadını qızı seçmir. Çünki universitetlər adətən də elədir. Ona görə təhsil çox önəmlidir. Çox təşəkkür edirəm. Əziz iştirakçılarımız, çox məmnun oldum sizi görməkdən, sizdən məşrəfdə olmaqdan, fikirlərinizi eşitməkdən. Xahiş edirəm, kimin problemi varsa gözləsin, biz sizinlə problemləri həllinlə bağlı hüquqi yardım göstərir. Yaxşı, Bu mövzular elədik ki, xanım Əhməd, zincirvaridir. Mən həmişə deyirəm ki, hər tərəfdə